Bilal Həbəşi Peyğəmbər məscidinin daimi müəzzinliyini edən məşhur sahabədir. Əvvəllər kafir bir adamın köləsi idi. Sonra İslamı qəbul etdiyi üçün olmazın işgəncələrə məruz qaldı. Müsəlmanların amansız düşməni olan Ümeyyə bin Xələf günortanın ən isti vaxtında onu qızmar qumların üstündə uzadar, hərəkət etməsin deyə üstünə böyük bir qaya parçası qoyardı. Yaşamaq istəyirsənsə İslamdan dön ya da bu halda öl deyərdi. Amma Bilal bu vəziyyətdə belə Əhəd, Əhəd, yəni Allah birdir deyərdi. Bütün gecəni zəncirə vurularaq əziyyət içində keçirər, səhər açılanda da çox əziyyət çəkməsi və yaralarının dərinləşərək taqətdən düşməsi üçün qızmar quma bastırardılar. Beləliklə İslamdan dönməsini istəyirdilər. Kafirlər növbə ilə ona işgəncə verirdilər. Bəzən Əbu Cəhl, bəzən Ümeyyə bin Xələf, bəzən də başqaları ona əzab əziyyət verirdi. Hamısı əllərindən gələni əsirgəmədən ona işgəncə verirdilər ki, dinindən dönsün. Bir gün Əbu Bəkr radiyallahu anh onu işgəncə çəkərkən görüb satın aldı və azad etdi. Allah onlardan razı olsun. Ərəblər bütlərə sitayiş etdikləri üçün Bilal Həbəşi onlara İslam əqidəsinin əsası olan təkallahlıq inancını elan etmək məqsədi ilə Allah birdir cavabını verirdi. Bu sözü dilindən düşürməz və hər yerdə kafirlərin üzünə hayqırardı. Bu, onun Allaha olan eşqini və bağlılığın dərəcəsini göstərir. Çünki görürük ki, başa gələn yüngül müsibətlərdə belə sevən adam sevdiyinin adını çəkməkdən zövq alar. Heç bir faydası olmasa belə onu dilindən düşürməz. Elə isə Allah eşqinin nə olduğunu düşünün. Üstəlik bu eşq dünya və axirətin səadətidir. Tövhid inancına eşqlə bağlı olduğu üçün Bilala olmazın əziyyət verir, ən ağır işgəncələri rəva görür, küçə-küçə gəzdirib onu alçatmaq üçün Məkkəli uşaqları ardınca salırdılar. Bütün bunlara baxmayaraq onun dilindən Allah birdir sözü düşmürdü. Məhz bu səmimiyyətinin əvəzində ona Rasulullaha müəzzin olmaq kimi böyük bir şərəf nəsib oldu. Artıq hər zaman müəzzinlik etmək onun vəzifəsi olmuşdu. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin vəfatından sonra isə Mədinədə qalmaq və Peyğəmbərin yerini boş görmək ona ağır gəlirdi. Nəhayət ömrünün geri qalanını cihadda keçirməyə qərar verdi. Allah ondan razı olsun.